Məsələn, düyünləri üfürən qadınların şərrindən. Məsələn, mən bir dinşünas olaraq buna həmişə etiraz eləmişəm. İlk soruşduğum məsələdə bu olub ki, düyünləri o zaman kişilər üfürsə olarmı? Və yaxud da həqiqətən söhbət orada düyünləri üfürməkdən gedir. Və bunu araşdıranda orada Fələq surəsindədir. Fələq surəsində deyir ki, İnşarın nəfəsəti fil uqad deyir. Deyirəm, baxın, adicə özümüz uqad sözü cəm şəkilçisidir. Onun tək şəkilçisi, tək forması əqd deməkdir. Əqd Azərbaycan dilində, hüquqda istifadə olunan bir termindir. Müqavilə deməkdir, saziş deməkdir. Nəfəsət də ora mənfiliyi qarışdıranların, sazişi pozanların şərrindən yaradana sığınmaqla bağlı olan bir məsələdir. Orada nə düyünlərdən gedir söhbət, nə düyünlərə üfürən qadınlardan. Orada nə düyünlərdən gedir söhbət, nə düyünlərə üfürən qadınlardan. İnsan nəyi inkar edirsə, onun dəlillərini də inkar edir. Allah Teala Fələq surəsində bizə ayələr nazil edir. Buyurur ki: "Qul əuzu bi rabbil fələq min şerri ma xalaq və min şerri ğasiqin izə vaqab və min şerrin nəffəsati fil uqad və min şerri hasidin izə hasad." Allah Teala buyurur ki, de ki, sığınıram Sübhün Rəbbinə, yaratdıqların şərrindən, çökməkdə olan gecənin şərrindən, düyünlərə üfürən qadınların şərrindən və həsəd edərkən həsəd edənin şərrindən. Deməli, dəyərli müsəlman bacı və qardaşlarım, bu surədə Allah Teala sehirbaz qadınların əməlindən danışır və Elşad Miri də sehri inkar etdiyi üçün məcburdur ki, bu ayəni də inkar etsin, mənasını öz ağlına uyğun yozsun. Deməli, Allah Teala buyurur ki, "Və min şerrin nəfəsati fil uqad." Düyünlərə üfürən qadınların şərrindən Allaha sığınıram. Elşad Miri ilk olaraq deyir ki, mən bu ayələri eşidəndə belə yanaşıram ki, məgər qadınlar üfürməli deyil, kişilər üfürə bilərmi? Birinci, bu yanaşma özü, yəni düzgün deyil, xətadır. Burada nə üçün Allah Teala düyünləri üfürən qadınlar deyib? Çünki əksər hallarda bu işə edən qadınlar idi deyə Allah Subhanahu wa Taala qadınları burada qeyd eləyib. Bunun Quran-ı Kərimdə misalı çoxdur, lakin uzatmaq istəmirəm. İnşallah baxmaq istəyən baxa bilər və ya tələb eləsəz mən də sizə inşallah göstərə bilərəm. Hər dediyimizin də inşallah arxasındayıq. Adam deyir ki, fil uqad, yəni əl-uqad kəlməsi isə əhd, saziş mənasındadır və ümumi ayənin mənasını belə tərcümə edir ki, insan, yəni bağlanılmış əhdləri pozanların şərrindən yaradana Allaha sığınıram deməkdir. Adam deyir ki, əl-uqad kəlməsi burada uqad, aqdun sözünün cəmidir. Əslində isə biz baxanda aqdun kəlməsinin cəmi uqudundur. Bu barədə Quranda Allah Teala Əl-Maidə surəsinin 1-ci ayəsində buyurur ki, "Ya eyyuhellezine amenu awfu bil uqud." Ey iman gətirənlər, uqudlarınıza, yəni əhdlərinizə, sazişlərinizə vəfa edin, onları yerinə yetirin. Deməli, uqadun sözünün təki aqdun deyil. Çünki aqdunun cəmi uqudundur. Uqad sözü cəm şəkilçisidir. Onun tək şəkilçisi, tək forması əqd deməkdir. Yaxşı, bəs uqadunun təki nədir? Tək forması əqd deməkdir. Uqdətun. Uqdətunun mənasına baxanda mənası nədir? Düyünlər. Deməli, cəmi nə olur? Ayədə keçən əl-uqad kəlməsi. Uqdətun, uqadun. Aqdun, uqudun. Ərəb dili bilən bacı və qardaşlarımız, baxın, bilməyənlər də bilənlərdən soruşsunlar. Deməli, ən-nəfəsət kəlməsi heç də Elşad Mirini dediyi kimi əhdləri pozanlar mənasında deyil. Əl-uqad kəlməsi isə əhdlər mənasında da deyil. Ne üçün? Uqad kəlməsinin təki uqdətundur, aqdun kəlməsinin təki uqudundur. Aqdun əhd, uqudun əhdlər, uqadun düyünlər, uqdətun düyün mənasındadır. Və sonra Elşad Miri deyir ki, ərəb dilində belə bir qayda var. Ərəb dilində bir şey cəm olduğu zaman onun qarşısındakı müənnəs olur. Qadın cinsində gəlir. Qadın cinsində gəldiyinə görə onu da qadınlarla əlaqələndiribdilər, təəssüflər olsun ki, belə bir məna veribdilər. Adam buyurur ki, ərəb dilində bir şey cəm olduğu zaman onun qarşısındakı müənnəs olur. Deməli, o müənnəs burada nəyə deyir? Ən-nəfəsət kəlməsinədir ki, müənnəs. Amma deyir ki, ərəb dilində bir şey cəm olduğu zaman onun qarşısındakı müənnəs olur. Yaxşı, burada ən-nəfəsət kəlməsindən qabaq baxsaq, nə gəlir? Min şərri. Orada hardadır cəm kəlməsi? Şər kəlməsi məyər cəmdədir? Min cəmdədir, yoxsa vav cəmdədir? Hansı biri cəmdədir? Baxanda görürük, heç birisi cəmdə deyil. Yaxşı, Elşad Miri bu qaydanı hardan çıxardıb? Əgər desə ki, ən-nəfəsət kəlməsindən sonra gələn fil uqadı qəsd edirəm, yenə onun da məsələyə aidiyyəti yoxdur. Nəticə etibarilə biz Elşad Miridən tələb edirik.
necə Rəbbimiz bizə öyrədib Quran-ı Kərimdə Qul hətu burhanakum in kuntum sadiqin. Allah Taala buyurur ki, de ki, əgər doğru danışırsınızsa onda dəlillərinizi gətirin. Eşad Miri, mən sənə meydan oxuyuram ki, ərəb dilində belə bir qayda yoxdur. İnkar edirəm. Əgər sən isbat etmək istəyirsənsə və ya iddia edirsənsə onda Quran sənə deyir ki, hətu burhanakum, dəlillərinizi gətirin. Onda dəlil olaraq gətir, mənə göstər ki, hansı qrammatika kitabında sənin dediyin qayda yazılıb. Dəyərli müsəlman bacı və qardaşlarım, bu ayədə olan məna 1400 ildir necə verilibsə elədir. Düyünləri üfürən qadınların şərindən Allaha sığınıram mənasındadır. Sazişləri pozanların şərindən Allaha sığınıram mənasında deyil. Bu Eşad Mirinin öz ağlının bəhrəsidir. Quranla gedənlər Allahın ayələrini götürür, Eşad Mirinin fikirlə gedənlər isə Eşad Mirinin fikirlərini götürür. Biz hər birimizi, hər bir müsəlman bacı və qardaşımızı Allahın kitabından götürməyə və Muhammed sallallahu aleyhi və səlləmin səhih sünnəsindən götürməyə dəvət edirik. Və son olaraq deyirəm ki, bu mənim Allahın izni ilə qrammatik cəhətdən, həmçinin məna cəhətdən sizə verdiyim izahdır, bacardığım qədər. Əgər dediklərimdə bir şübhə edirsinizsə, onda siz də baxın ən-nəfəsət kəlməsinə, ondan əvvəl gələnə, ondan sonra gələnə, ən-nəfəsət nə üçün cəmdədir? Həmçinin əl-uqad kəlməsi, baxın, araşdırın. İnşallah kommentarlar bölməsində yazarsınız. Hər birimizə öncədən xatırladıram ki, əxlaq, ədəb ən birinci vəsfimizdir. Allah Teala Quran-ı Kərimdə Muhammed sallallahu aleyhi ve sellemə buyurur ki, İnnəkə lə'alə xuluqin azim. Həqiqətən də sən əzəmətli əxlaq üzərindəsən. Allah Teala hər birimizin əxlaqını qorusun. Velhamdülillahi Rabbil ələmin. Bismillahirrahmanirrahim. Qul a'udhu bi rabbil falaq min şerri ma xalaq və min şerri ghasiqin izə vaqab və min şerrin nəffəthəti fil uqad və min şerri hasidin izə hasad